Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bir neçə gün ərzində fasiləsiz şəkildə xərçəng şişlərinə hücum edə bilən unikal immun hüceyrələri hazırlayıblar. Today Press xəbər verir ki, yenilik barədə Cell jurnalı məlumat dərc edib. Yeniliyin əsasında artıq tanınmış CAR-T terapiyası dayanır. Bu üsulda xəstədən götürülən T limfositlər xüsusi şəkildə genetik olaraq dəyişdirilir. Daha güclü xərçəng hüceyrələrini tanımaq və məhv etmək qabiliyyəti ilə yenidən orqanizmə qaytarılır. Lakin mövcud CAR-T hüceyrələri cəmi bir gün ərzində aktiv olaraq qalır və daha sonra təsirini itirir. Alimlər bu məhdudiyyəti aradan qaldırmaq üçün immun hüceyrələrin bədənin daxilində aktivləşdirilməsi mexanizmini işləyib hazırlayıblar. Belə ki, dəyişdirilmiş T hüceyrələr bədənin xəstə nahiyəsinə yeridildikdən sonra ultrasəs impulsları vasitəsilə aktivləşdirilir. Cəmi 10 dəqiqəlik təsir nəticəsində bu hüceyrələr ən azı 5 gün ərzində aktiv qalaraq xərçəng hüceyrələrinə qarşı fasiləsiz mübarizə apara bilir. Bu yanaşma hüceyrələrin təkrar yeridilməsinə ehtiyac olmadan müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır. EchoBac-CAR adlanan bu yeni hüceyrələr təkcə daha yüksək aktivlik göstərmir, həm də təhlükəsizlik baxımından üstünlüyə malikdir. Onlar yalnız xərçəng hüceyrələrini hədəf alır və təsirlənmiş bölgəni tərk etdikdən sonra aqressiv xüsusiyyətlərini itirir. Bu da sağlam toxumaların zədələnməsi riskini minimuma endirir. Tədqiqatın aparıcı müəllifi Viterbi Mühəndislik Məktəbinin dosenti Longwei Lu bildirib ki, bu hüceyrələr şişlərin yaydığı siqnallara reaksiya verərək əlavə dağıdıcı molekullar ifraz edir. Bu isə terapiyanı daha dəqiq və idarə olunan edir. Onkoloji xəstəliklərlə mübarizədə yeni perspektivlər açır. Bu texnologiyanın yaxın gələcəkdə klinik sınaqlara keçməsi gözlənilir. Əgər nəticələr uğurlu olarsa, xərçəngə qarşı mübarizədə bu əhəmiyyətli dönüş nöqtəsinə çevrilə bilər. Töhfə Səməd, Namiq Abbasov, Today Press.